Millət, növbə gəldi çatdı qəlyan düzəltməyə. Qəlyan düzəltməyi mən avtomat və mexanika maşını sürməyə bənzədirəm. Burada mexanika fayqa olur, avtomatsa kalad. Bugünkü mövzumuz fayqada, saxsıda qəlyan, çaşkada qəlyan düzəltməkdir. Ona görə kalad yoxdur və gedək görək necə düzəldirik. Bunun üçün biz köhnə old fanın ən birinci çaşkalardan sayılır. Bunu mən özüm düzəltmişəm, ortasını deşmişəm və bunlarda. Və qeyd edim ki, bu çaşkanın stajı çox qəlyansıdan daha çoxdur. Tez-tez verilən suallardan biri odur ki, nəyə görə yerli və yaxud da ki, Türkiyə istehsalı tütünlər kalauta tez yanır? Cavabı çox sadədir. Onun təyinatı kalaut üçün deyil, fayqa üçündür. Məsəl üçün şərbətlidir və yaxud da ki, yerli tütünlərdir. Bişmiş şaftalı, buzlu moruqla misaldır. Bu ən gözəl dadı fayqada almaq olur. Biz sadəcə indi qəlyan çəkməyəcəyimizə görə yığımı göstərəcəm və ona görə də şərbətdən bir daddan istifadə edəcəm. İndi keçək yığıma. Qeyd edeyim ki, fayqada qəlyan yığmağın ən rahat yolu əllədir. Köhnə qəlyan sayı bilir. Bir barmaq naxadı bura girir və beləncə doldururuq. Pres demək olmaz. Amma yüngül var, üstündən biraz belə basırıq. Hələ az oldu bu. Görürsünüz nə qədər çox tütün gedir. Çaşkamız hazırdır. Növbəti mərhələ fayqalamaq. Bəs neçə qat fayqa vurmalıyıq? Bu aslında bizim istifadə edəcəyimiz kömürdən. Bu əgər limon kömürü, yəni akasiya ağacından hazırlanan kömürdürsə, mən 3 qat vururdum. Əgər yox, fındıqdan hazırlanan kömürdürsə, o zaman 4 qat vururdum. Qırışdırıb, qırışdırmamaqla qəlyançının öz texnikasından asılıdır. Mən heç vaxt qırışdırmıram. Amma qırışdıranları da, yəni heç vaxt qınamamışam. Onlar onun öz texnikasıdır. Ən əsas şərt fayqanın hər tərəfli taram olmalıdır ki, hava keçən yeri olmasın. Deməli, fayqa nə tam aşağı olmalıdır ki, çaşkanı tam isitməsin, nə də çox yuxarıda olmalı deyil. Bu normal qaydadır. Hətta buradan belə kəssəz əla olar. Növbəti mərhələmiz fayqanın deşilməyidir. Əgər biz deməli, deşiklərin ara məsafəsini çox qoyarsaq və ortanı daha çox deşərsək, bu zaman daha çox tüstü əldə edirik və yumşaq çəkim əldə edirik. Amma qəlyanın ömrü çox qısa olur, qəlyan tez yanır. Yox, biz ətrafı normal deşib, ortanı ya deşməsək, ya çox az deşsək, biz çəkimi ağırlaşdırmış oluruq. Amma mənim seçimim isə hər tərəfi bərabər şəkildə deşməkdir. Beləliklə, fayqada çaşka qəlyanımız hazırdır. Məsləhət görürəm, limon ağzından hazırlanan kömürlərdən istifadə edəsiniz. Bəyənməyi, dəstək olmağı